Hər kəs salam dostlar. Mən Mehdi Quliyev. Öncəliklə özümü tanıdım. Gamers Azı olaraq YouTube-a yeni başladım və bundan öncəki Gamers Azı kanalımda videolar yayınlayırdım. İkinci dəfədir bu YouTube-a atılımımdır, girişimimdir və bundan öncəki kanalımda başarısız oldum. Ancaq bu da bir denəmə yanılma oldu və artıq yenidən ikinci səfər yenidən atılım düşündüm və artıq təzə bir kanal açaraq yeni bir sizlərlə birlikdəyim dostlar. Və ilk olaraq Age of Story-dən başlamaq istədim. Age of Story Congress 2.1 versiyonu səhv etmirəmsə. İlk olaraq Azərbaycanla oynamaq istədim. Belə olaraq özümü sizlərlə tanıtmışam o kanalda. Oradan da girib baxa bilərsiniz. Orada da bəzi yaşım artdıqca artıq əsgərlik falan filan işləri oldu və qarışıqlıq oldu. Girə bilmədim, kanala vaxt ayıra bilmədim və üzürlü səbəblərdən kanal da düşdü, artıq qaldıra da bilmədim. Ona görə yenidən başladım. O kanal da orada qalıb, artıq haçansa böyüdərəm və ya və s. Artıq oyunumuza başlayaq. Bunu belə çəkeyim. Mobillə oynamağı seçdim. Çünki başqa telefonda video çəkmək yoxdur. Onda da ara vermək olmur. Mobilin ən yaxşısıdır ki, iləriki vaxtlarda təzə bir başqa platformada yoxlayaq. İlk öncə Azərbaycandan başlayaq. Seçənəklər normal, zorluq çok zor deyək, savaş hissi dilim dolaşdı. Keşif, oyun hızı, məncə relax, yavaş-yavaş oynayaq. Çünki oyun hızı çoxaldığında daha çox işləri az bir vaxtda təyin edə bilmirik, reallıqdan qaçır. EA saldırganlıq, məncə bunu çoxaltmayaq. Bir 19-20 olsa, tamam, onu orada düzəltmək çətin olur. Ona görə 19'da qalsın. Azərbaycanla oynayırıq. Strateji və reallığa bağlı olaraq oynayacağıq dostlar. Haydi ya Allah, bismillah, başlayaq. İlk öncə baxırıq, 487.000 nüfus, demokrati oynayırıq. 0,45 texnoloji, 37-38.000 ekonomi. İlk öncə vergilər, mallar, yatırımlar üçlüsünü ayarlayırıq. Bir dəqiqə bunu düzəltmək biraz. Bu oyunda kendi geçtiği biraz xarablıq var. Bunun üzərində düzəliş etsələr daha güzel olar. İndi isə texnoloji ayarları. Bizim ətrafımızdakı ölkələrə baxdığımızda nüfus olaraq çox yaxşı bir durumdayıq. Amma yenə də biz nüfusa bir 5 ədəd verək. Çünki bu ölkələrdən daha yüksəyə düşünürük. Allah'ın izniyle daha yüksək hədəflərə çatmağı düşünürük. Amma reallıq içərisində, reallıq xətləri içərisində. Ekonomi büyüməsi, ona da 5 ədəd verək. Vergi gəlirini də 5 ədəd verək. Araşdırma hələ ki yox. Üretim gəliri 5. Yönetim 3 hələ ki. Bu tam olaraq nədir? Reset var, awareness. Tam olaraq nə olduğunu bilmirəm. Ona görə ona heç nə verməyəcəm. Ordu bakımı, o da 3 olaraq qalsın. Saldırı bonusu, o da 3 verək. Artıq yeni keçən kanalımızda bunlar yoxdur. Ancaq 2.1'i indirdiğimdə yüklədim. Artıq daha çox yeniliklər var. Ona görə savunma bonusu, ona da 3 ədəd verəcəm. Qalan 13'ü də kanalizasyonla araşdırma yeri dəyişib, amma ona diqqət eləyək boş yerə. Zaten bu dövrdə tapılmayan torpaqlar qalmayıb. Biraz odun verək. Və 64-cü sırada ilk gəlirimiz hətta 1000 dukatdan belə aşağıdır. Ona görə həmən Ruslarla, İranlılarla və Türklərlə aramızı çox yaxşı tutaq. Hətta Türkiyə ilə Pakistanla bir müttəfiqlik imzalamağı düşünürəm. İrandansa ilk olaraq hədəflərimiz bunlardır. Qafqazlarda liderliyi ələ almaq, Türkiyə ilə və yaxın zamanda, ilerleyen zamanlarda təbii ki Pakistanla da bir müttəfiqlik qurmaq. Bu oyunun böyüklüyünü mü yoxsa hədəfimizə çatıb bitəcəyinin siz qərar verəcəksiniz dostlar. Necə? Məsəl üçün tutalım ki Pakistanla Türkiyə ilə birləşdik, artıq bu torpaqların hegemoniyası var. Baxın, buradan tutmuş bu torpağı bura qədər hegemoniyanı biz ələ keçirdik, lider olduq 3 ölkə olaraq. Dediyim kimi biraz donmalar var oyunda. Amma təzə telefon olduğu üçün rahat oynayıram. Ancaq ki ondan sonra daha çox Çinə, Rusiyaya, Avropaya, Afrikaya, okyanın otayına, bura niyə belə oldu bilmirəm. Okyanın otayına açılmağımızı mı, yoxsa artıq orada bitirməyimizi mi siz qərar verəcəksiniz dostlar. Umarım bu belənçi, bu yuxarı aşağı eləyəndə donmaqları donmur, amma
xarablıq var. Bu sizi narahat eləmir, etsə deyin dostlar. İlk öncə bizim alt yatırımları iş, iç və sonra çöl. Ən önəmlisi çölü hərəkətə keçirmək üçün ən önəmlisi içdir. Bəli, içdə ilk öncə gelişimə baxırıq. Eyalet istiqrarları bunları yaxşı yerinə yetirək. Eyalet istiqrarları %95-dən, biraz çox elədim. %95-dən çox olsa daha güzel olar. Yuxarıdan bildirimlər üçün də yenidən üzr istəyirəm. Çünki Instagram, YouTube artıq çox gəlir mənə. Elə bir dönəmdəyəm ki, bunu da iləride anlatacağım dostlar. %95 qalanlardır. İndi isə qalan işdir. Qalalar, iç yatırımlar. Məsəl üçün Naxçıvan önəmli torpaqdır. Ora bir kütüphana. Naxçıvan buraydı. Neyse, ora olsun. Üniversitet etmək üçün texnoloji böyütməliyik. Burada bir kütüphana. Kitabxana daha doğrusu. Türkçədə olduğu üçün biraz da elə qarışacaq. Bakıya hər şey, Bakıya hər türlü şeylər edək. Bakı önəmlidir dostlar. Bakı paytaxt olduğu üçün. Gələn bildirimləri aldırmayın, o həmişə gələcək. Lənkərana bir liman. Bakı liman hazırdır. Bir də Quba yuxarı tərəfə bir liman. Qubaların adı tam görsənmir, amma bunu bir sonraki videoda ayarlarda eləyəcəm ki, görsənsin. Qarabağa bir üniversitet üçün pul lazımdır. Pulu çoxaltmaq üçün də ekonomi və ilişkiləri yaxşı tutmaq lazımdır. İndi Rusiya ilə ilişkiləri yaxşı tutaq, İranla, həmçinin Türkiyə ilə də, Pakistanla da artıq yavaşdan ilişkilərə başlaya bilərik. Bu arada videolar ilk başladım. Yavaş azlıq təşkil edəcək dəqiqələri, məsəl üçün 5 dəqiqə, 10 dəqiqə yavaş-yavaş bunları böyüdəcəm və ilərləyəcək dostlar Allahın izniyle. Türkiyə ölkələri ilə də aramızı yaxşı tutsaq yaxşı olar, amma bir gün bəlkə də daha doğrusu Türkmənistana qarşı bir atılım içərisində ola biləcəyik deyə düşünürəm. Gürcüstanla da əlaqəmizi yaxşı tutaq. Yenə də o da bir Qafqaz ölkəsidir. O da yaxınımızdır, qonşumuzdur. Bu arada saldırmazlıq paktları da imzalamaq lazımdır. Yanlışlıqla İrana nə göndərdim? İran bağışda yanlış oldu. Saldırmazlıq paktı tamam. Gördüğünüz kimi buralarda da biraz qarşılıqlar var. Yəni tam bir reallığa əsasən buranda qruplar. Yəni burada Allah qutarsın artıq. Bu arada Rusiya ilə Ukraynanın da savaşı var. Burada da hansı tərəfi tutacağımızı siz belirləyəcəksiniz dostlar. Bu arada Rusiya mı, Asiya mı, yoxsa Avropa ilə Amerika mı, hansı tərəfi tutacağımızı yenə də siz belirləyəcəksiniz. Gələn bölümlərdə də əgər modern dünyada oynasaq, hansı ölkədə oynasaq, məsəl üçün ortada olan ölkələrdən Rusiya ilə Asiyanın, Avropa ilə NATO'nun arasında olan aradakı ölkələr, məsəl üçün Afrikavi ölkələrdən oynasaq və ya Türkiyə, Azərbaycan, İran və s. və ilə axır, hansı tərəfə seçəcəyimizi siz qərar biləcəksiniz dostlar, izləyicilər olaraq. Məncə ilk olaraq araşdırmadan başlayıq. Araşdırma önəmlidir. Gördüyünüz kimi araşdırmaya, texnologiya çox az ölkələrdən biri, gördüyünüz kimi 48 dediyim ilk hədəfimiz Qafqazda onun liderliyimizi ələ almaqdır. Bu da ilk olaraq texnologiyadan keçir, sonra ekonomi, sonra nüfuz, sonra da qalalarla, yəni universitet falan bunlarla. 0,50 olduq, 51. Bütün pulu xərcləyə bilmirik indi, təəssüflər olsun. 200-300 belə çıxır, o da yavaş-yavaş gedir. 25 minə qədər xərcləyək bunu. Videoda çox uzun olmasın, 10 dəqiqədir. 13-14 dəqiqə falan, 15 dəqiqə olanda artıq bitirəcəm. Onu da editləyəndə 10 dəqiqə falan qədər gəlib çıxır dostlar. 25 min demişdi, 20 min. Daha yaxşıdır. Az gəlir ancaq. Az gəlir, yox, yaxşı gəldi. 15 eləyək. Ekonomi 7. Gələn bildirimlər. Bunları səssiz alacağım ki, bir daha sizi narahat etməsin. Yönetim hələ ki yox. Üretim gelirini də verək ki, çox gəlsin. Üretimə də daha çox pul verək. Yatırımlarını bağlayaq. Artıq gördüyünüz kimi bir aya yaxındır. İndi isə ekonomi olaraq bir Bakıya ekonomi yatırımları eləyək. Bakı bir yüksəldək, bir 40 min plus keçək. Bəli, 40 mini keçdik. Hətta bunu 10 minə eləyək. Bakını 10 min keçdik.
Maşallah, çox gözəl. İndi isə nə oldu? Hə, indi isə kütüphana demişdik. Biraz pul toplayaq. 1K-nı keçdik maşallah. Elhamdülillah, çox şükür. Hələ ki yerimizdə sayırıq, ancaq bu önəmli deyil təbii ki ilk başda. Bu önəm daşımır. Bu arada Age of Story tarix, coğrafya oyunudur, strateji oyunudur bildiyiniz üzrə. Bilməyənlər də artıq orada öyrənəcək və bundan əlavə olaraq başqa oyunlar da oynayacaq. Maşın oyunları, savaş oyunları və ya daha çox PUBG, hayday, nə bilim, Minecraft və daha çox tələbat olunan, daha çox izlənilən oyunlarda baxacam artıq nişə necə olacaqsa, hansı oyunlar daha çox sevilirsə onları da oynaya bilərik. Bəli, 100 minə keçən Naxçıvanda bir ədəd belə universitet, Lənkəranda bir ədəd universitet, bir də Qarabağ Universiteti. Bəli, çox gözəl. Bir də Bakıya bir universitet. Bir də nə qaldı? Gəncə. Bəli, Gəncə önəmli torpaqlardan biri. Gəncə belə bir strateji uygulamağa çalışdım. 2027 oldu. Artıq yavaşdan Ermənistana qarşı bir nəsə etməyin zamanı gəlir. Biz hər ehtimala qarşı gözlətmə kuleləri inşa eləyək. Bütün torpaqlara çatacaq tək torpaqdan inşa eləyək ki, çox da ifşa olmayaq dostlar. Məsəl üçün, bəli, Naxçıvanda ora bir torpaq neçə, məsəl üçün 10 dənə, 5 dənə torpağa yayılırsa sadəcə ora o gözləmə kulesini inşa etmək lazım gələr. Rusiya gördüyünüz kimi bizim torpaqlarımızda yaxşı ordular saxlayıb Ruslarla aramızı yaxşı tutmalıyıq. Videonda artıq yavaş-yavaş sonuna gəlirik deyə düşünürəm. Ruslarla bir saldırmazlıq baktı. İrandan da həmçinin Türkiyə ilə də artıq Türkiyə ilə yaxşı ilişkilərə çatmışıq, amma Türkiyə ilə müttəfiqlik imzalamaq üçün ilk öncə biraz da gücümüzü, prestijimizi çoxaltmalıyıq. Bir 50-ci, 40-cı sıraya da gəlməyə düşünürəm ona qədər. Bunun oldu. Hə. Pakistanla da həmçinin və beləliklə çox gözəl. Həm X-də iç yatırımları ilk başlanğıca görə çox yaxşı etdik, həm də ki yan ölkələrdəki diplomatiyanı da yaxşı ələ keçirdik dostlar. Çinlə də, məsəl üçün, böyük ölkələrlə də əlaqəmizi yaxşı tutaq. Çin, hələ ki, nəysə, Avropada da yavaş-yavaş hərəkətlərimizi, diplomasiya hərəkətlərini yerinə yetirəcəyik dostlar. İndi də bir kiçik ordu bassaq, məncə ekonomimiz var. Ona görə də bir ordu basmalıyıq. Məsəl üçün, 2000'lik ordu hələ ki ölkəmizdə dursun. Bu Age of Story 1.5'e biraz daha çox öyrəşdiyim üçün biraz qarşılıqlar ola bilər bu oyunda da. Eyvah deyəcəyimiz zamanlar ola bilər. Hər nəysə, artıq 13-14 dəqiqəyə gəldik. 2000'lik ordu umarım bizim ekonomimizi çətinə salmaz. Yox, 9-10%. Yəni yaxşıdır, o qədər də pul çıxmır. 1K-nın aşağısına salmır bizi. Və hər nəysə, artıq bu günlük bu qədər. İlk başlanğıca görə çox biraz aşağı dəqiqələrdə ola bilər, amma indilik bu bizə bəsdir dostlar. Amma gələn bölümdə artıq yavaşdan daha çox atılma düşəcəyimizə inanıram. Haydi görüşənədək sağ olun.